Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Əhalinin nəzərinə sentyabrın 21-də. Sentyabrın 21-də 2025-ci ilin ikinci günəş tutulması baş verəcək. Bu barədə Gündəm Azabdunun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu qismən günəş tutulmasıdır. Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə tutulma hadisəsi sentyabrın 21-i saat 21, 29, 32-də başlayıb, sentyabrın 22-si saat 01, 53, 33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23, 43, 04-də olacaq. Tutulma hadisəsi Sakit Okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.